dəzgahımız gəlib, ustalara lazım olan. Bu nədir? Betonun üzərini şilfovka etmək üçündür. Yəni onu sanki mərmərə çevirir, üzərini bax belə əl vuranda sığallı, yumuşaq, özəl edir. O səbəbdən girintili, çıxıntılı yerlər qalmayacaq və siz bu aparatdan istifadə etməklə bütövlükdə beton örtünüzün üzərini, necə deyərlər, mərmərə çevirəcəksiniz. Daha sonra bizim burada növbəti bir məhsulumuz var. Bu da eyni zamanda trampofka üçündür. Bu vibrasiyalıdır. Yəni yerində durmaqla bu aparat vibrasiya eləyir. Yenə də siz müəyyən o gili, torpağı, çınqılı, qumu hərəkətə gətirməklə yayacaqsınız. Yəni onu da trampofka edəcəksiniz. Bax bu da yeni gələn bir aparatımızdır. Bunun da qiyməti üzərində var. 750 manatdır. Əziz dostlar. Sonra burada nə var idi? Buradan keçək, sonra dostlara göstərəcəm. Bu elektron taldır. Biz adətən görmüşük ki, müəyyən kəsim yerlərində insanlar zəncirləri datmaqla və yaxud da bir qulpu hərəkətə gətirməklə talı qaldırıb yuxarı, aşağı salırlar. Yəni heyvanları aşağı, yuxarı qaldırmaq üçün. Bu isə elektron taldır. Üzərində bax belə pult hissəsi var, gördüyünüz kimi. Rahat şəkildə yuxarı, aşağı hərəkət etdirə bilərsiniz. Bu tək sallaxanalar üçün deyil, həm də ustalar üçün nəzərdə tutulub ki, 1 tondan 4 tona qədər rahat şəkildə çəki qaldıra bilir. Ustalar avtomobilin motor hissələrini yuxarı qaldırmaq üçün bax bu elektron tallardan rahat istifadə eləyə bilərlər. Zamanınıza, vaxtınıza, gücünüzə qənaət edəcəksiniz. Daha sonra isə burada nə var bizdə? Ekstarın yenə də məhsullarıdır. Yenə də burada bütövlükdə ustalara lazım olan hər şey var. Çəkic var burada, kəsici alətlərimiz var, kəlbətinlər var, yenə də metrələr var. Yenə də burada nələrimiz var bizim? Ən çox ustalara lazım olan dəzgahlarındır ki, içərisinə, ara hissəsinə rahatlıqla nə isə məhsul qoyub, sıxıb onun istifadə eləyə bilirlər. Yəni bu məngənədir. Daha sonra yenə də bıçaq itləmək üçün hər iki tərəfi o belə gözə olan bir məhsulumuz var burada. Qiyməti 85 manatdır. Yəni tam olaraq bir xırdalığı ilə sizə məlumat vermək istəmirəm. Ümumi göstərirəm ki, ən vacib, ən lazımlı olan məhsullar haqqında daha ətraflı məlumat verim. Elektrodlar var burada, elektrodlar. İkili, 2 yarımlıq, üçlü, 3 yarımlıq elektrodlar. Bütün firmanın elektrodları burada görə bilərsiniz. Əziz dostlar, əziz ustalar. Daha sonra rica edəcəm bir qədər qarşıya gələk. Çünki burada elə məhsullar var ki, mən onları təqdim etməliyim. Yeni gələn bir məhsulumuzdur. Əziz ustalar, işiniz biraz da rahat oldu sizin. Bu nədir? Tavana şpakulyovkanı vurmuşsunuz. Onun üzərini mütləq düzləşdirmək lazımdır. Çünki emulsiyaya hazırlaşanda mütləq onun üzərini şkurka edirsiniz. Ustaların yazıqların başı qalır belə, əlləri belə, sonra düşürlər aşağıdan baxırlar. Orada bir əyrilik var, bir çıxıntı var, təzədən qalxırlar, təzədən düşürlər. Üst baş da olur nə? Ağappaq. Ağappaq. Amma bu aparatın köməkliyindən istifadə etməklə siz tavanınızda olan o şpakulyovkanı, gipsi düzləşdirəcəksiniz. Eyni zamanda bunun kənarlarında işıqları var. İşıqlar onun üçündür ki, əyri yerləri elə aşağıdan dayanmaqla rahat görəcəksiniz. Daha bir üstünlüyü ondan ibarətdir ki, siz ağappaq olmayacaqsınız. Yəni üzərinizə, üzünüzə bir damcı da olsun toz düşməyəcək. Bu həm də pilisos rolunu oynayır. Bax burada var. Tozu, torpağı, hər şeyi çəkib öz kisəsinə yığacaq ki, sizin üstünüz, başınız toz olmasın. Və təbii ki, bax belə qatlanır. Onu rahat şəkildə daşımaq imkanınız da var. Və qaldırdınız, bura keçirdiniz, sıxdınız və salam. Çox gözəl məhsuldur. Ustalar, bu sizə vacib olacaq ki, uzun bir prosesi, uzun bir problemi rahat şəkildə aradan qaldıracaqsınız.